Hər vaxtınız xeyir, dəyərli izləyicilərim. Bugün sizinlə qum kimi ağzınızda ovxalanan kurabiyə hazırlayırıq. Çox ləzzətli çayın, qəhvənin yanında sizə ləzzət verəcək bir kurabiyədir. Baxın, nə qədər yumuşaq olduğunu indidən hiss edə bilərsiniz. Əlimdə də əzim görəcəksiniz. Qum kimi dağılır. Həqiqətən də hazırlamağa dəyər. Çox asan hazırlanır. Mağazadan almağa heç də ehtiyac yoxdur. 90 qram tərəyağı götürürük otaq temperaturunda. Üzərinə şəkər kirşanı əlavə edirəm. Şəkəri kofe çəkən maşında da çəkib əlavə edə bilərsiniz. Bir çimdik duz, bunu yaxşıca qarışdıraq. Karıştırdıktan sonra bir yumurta orta boy olsa kifayət edir. Bunu da yaxşıca qarışdıraq. İndi üzərinə 2 xörək qaşığı yağlı xama və ya isteğə görə, baxın, istəyirsinizsə xamanı mayonez əvəz edə bilərsiniz. Və ya 2 xörək qaşığı mayonez əlavə edə bilərsiniz. Üzərinə 230 qram un əlavə edirik. Ununuz ələnmiş olsa da bir daha ələsəniz faydalıdır. Və qarışdırırıq. Bir hissəsini əlavə elədim. Qarışdırıram. Daha sonra digər hissəsini də əlavə edirəm. Axıra bir xörək qaşığı saxlamaq lazımdır həmişə. Xəmirin qalınlığına baxırsınız. Daha sonra əlavə eləmək lazımdırsa əlavə edirik. Bu qabartma tozudur. Yarım çay qaşığı qabartma tozu əlavə edirik. Reseptdə 4də 3 çay qaşığıdır. Mən o qədər əlavə elədim və bir azacıq kurabiyələrin deməli üzərində olan cızıqlar sönük alındı. Bunu nəzərə alın. Və indi gördüyünüz kimi xəmirimiz bu cürə alındı. Bir krem torbası götürürük. Ucluq taxırsınız. Ürəyiniz istəyən ucluq ola bilər. Və ya istəmirsinizsə bu bəzəyi vermək, sizi ancaq kurabiyə özü maraqlandırırsa, elə qaşıqla da götürüb onu soba tavasına yerləşdirə bilərsiniz. Və sıxırıq bu cürə. Siftə-siftə çətin sıxılır. Sonra əlinizin istisi ilə xəmir yumuşalır və daha rahatlıqla sıxacaqsınız. Bundan da gözünüz qorxmasın. Və baxın, görürsünüz artıq üçüncüsü daha yumuşaq, daha rahat sıxılır. Kurabiyələri soba tavasına yerləşdirərkən artıq sobanı salın, soba qızışsın. Sobanı salırıq 190 dərəcəyə və qızdırırıq. Soyuq və ya ilıq sobaya yerləşdirsəniz, bütün əziyyətiniz, necə deyim, hədər olar. Çünki ilıq sobada, soyuq sobada pişən kurabiyələriniz bütün tavaya yayılacaq. Ona görə qaynar sobaya göndəririk, formasını tez tutur və 10-15 dəqiqəyə pişir. Baxın, bu cürə. Beləliklə, kurabiyələrimiz hazır oldu. Qoyuruq qalsın, biraz soyusun. İsteğə görə üzərinə şəkər kirşanı səpə bilərsiniz. Bu kurabiyələr çox şirin deyil. Onu da deyim. Baxmayaraq ki, bura 80 qram şəkər tozu əlavə olunub. Şirinlik çox azdır. Və beləliklə, siz də gözəl kurabiyələri hazırlayın. Şərqə xanıma dəstək olmaq üçün like edin. Rəylərinizi yazın. Suallarınız varsa cavablandıraram. Mənə hardan baxdığınızı yazsanız sevinərəm. Yeni reseptlərlə maraqlanırsınızsa, yenə də kanalıma buyura bilərsiniz. Bugünlük Şərqə xanımdan bu qədər. Sağ olun, sağlıqla qalın. Ruz bərəkətiniz bol, canınız sağlam olsun. Gələn videolarda görüşmək üzrə. Xudahafiz mənim əzizlərim.